Ərdəbil dilində danışmalı. Ərdəbilin hansı dili? Muğan dili. Qaradağın kət dilində danışmalıdır. Nəinki müxtəlif, məsələn, o günləri baxırdım, qəfədəydim, kəndimizin qəfəsində. Təbriz radyosu deyir ki, Səthi Ustandə Kurd-i Şimyai tozi olmayacaq. Bir nəfər baxır, dedi, adı gözəl, sən farsı bilərsən, gör nə deyil. Adı gözəlin zamanısı deyib, adı gözəl deyib, keşsəf deyib, deyib, Kurd-i Şimyai Ustandə Səthi ilə paylaşır. Suallarımızı bir-birimizə deyə bilmirik, çox ola bilmirik bir-birimiz içində. Olanda da istəyirik, hər bir zat elə çox suallarımızı, filanlarımızı, nümayəndələrimiz də gəlir hamısına cavab deyər. Bu qədər ki, geniş şəkildə Ay Cəbbərzadə doğrudan təşəkkür edirəm, mən şəxsən. Geniş şəkildə Ərdəbilin ustam necə olmasını ki, bizə elədi, çox gözəl. Bu da hər bir insana, insan nəyəs hər bir danışıyor, tanıqlardır ki, da bunu inqoltuda yoxdur, inqoltu lazımdır. Yəni, günləri məsələdir, Ayqulda Xaminiyə əsərdir və məclis və sair orqanlar. Bizə fətvaları, hökmləri bunu deyin. İmam Sadiqin hökmü ilə fətvasının heç fərqi yoxdur. Sabit ki, xüsusilə Azərbaycanlı şəriət tələbəsi və siz tələbələri vəhdəti üçün Sitat-ı Cumhuriyyə Azərbaycandakı, biz birinci dəfə Azərbaycan deyiləm. Çox-çox xoşalam, əziz üstadım, Azərbaycan dilinin bütövlüyünü, xalqının yeganə qayğı çeşid Cənab Doktor Cavad edir. Utandırmayın. Çok sağ olun. Allah İranımızı ve milletimizi, devletimizi payidar eləsin. Bunlar artık beni utandırmayın. Çok sağ olun. Bir neçə ay bizim zəhmətimizi qəbul edilər, gəldilər, şəriət tələbələrini Azərbaycan tarix ədəbiyyatını tədris elədilər və indi hal-hazırdır. Biz bundan 3 sahədə geniş şəkildə işləyirik. Bir tərcümə sahəsindədir ki, Azərbaycan dilinə, İslam maarifini və bir çox hədisləri Azərbaycan dilinə, 2 əlifbeylə, həm ərəb əlifbası ilə, həm şiir əlifbası ilə tərcümə edilir və çap edilir, 4 dənə kitablarımızdan da çıxır. Birinci kitabımız ki, bizə də nasionalizmdən, nə-mənə, bunlardan qopla yapışdırmasından Ayətullah Cəfər Sübhaninin nasionalizmi mənfi, nasionalizmi müsbət kitabını çıxartmışıq. Onların nümayəndələrin hamısını inşallah mən göndərəcəyəm Azərbaycan nümayəndələrini. Xüsusilə ki, bizim hafiyətimizdən də ittiraları olsun, həm bizləri təşviq eləsinlər və həm də mərcib qarnıman səviyyəsində bizləri tərbiyə eləsinlər. Butradan zaten ayrılmayın. Şimdi işimiz görürük, qədim mətnlərimizi yenidən çağa hazırlamaq. O cümlədən Molla Məhəmməd Füzulinin Həqiqəti Süədasını ki, 500 il bundan qabaq yazıldı, Kərbəla hadisəsi ilə əlaqədə. Siz bilirsiniz ki, Füzuli Azərbaycanın yox, şərqin böyük şairidir. Buna görə, yəni o qayda Füzulini naqiz tanıyıblar. İstəyirik ki, biz Füzulini mükəmməl olsun. Üçüncü işi biz Sitat-ı Cumhuriyyə Azərbaycanda görürük, həmin bu klaslar da Azərbaycan dili klasları. Ondan görə bizim xahişimiz budur sizlərdən. Bizdən vəhdətdə olan, orada olan biz video filmimiz var, kasetimiz var, cüzbələrimiz var Azərbaycan dilində. Siz də eləyə bilərsiniz, müxtəlif danış şəhərlərdə. Pezişki, xüsusilə ədəbiyyat, bunlarda klas tərbiyə, klas təşkil edəsiniz və danışçılar Azərbaycan dilində nə olsun, tədris görsünlər. Bu deyil ki, haqqı vergəni verməzlər, cibindən çıxartmışsan haqqı, yox, haqqı alandır. Və dövlət də bizim o qədər
Kirmanda, İsfahanda, ya elə Qumda siz gəlsəz baxsaz, bütün fəşquruşlar, bütün böyük ölkəmi hamısı təmizdir. Bu sərmayəni apar qoy Azərbaycanda təmizlər. Əvvəl biz özümüzü islah ediyor, ondan sonra deyək, ay dövlət, biz özümüzü islah eləmişik, bismillah. Biz özümüzdən əvvəlcəyə başlayaq. Odur ki, mən ərəbə nəfsə və qədər ərəbə, biz hələ özümüzü tanımamışıq, qabiliyyətimizi, dostumuzu, düşmənimizi tanımamışıq. Birdən məsələ, o da Azərbaycanın dövlətini həmlə edəndə ki, niyə sən Latini əldən verdin, biz esas alırıq. Mən də deyirəm, əslən xalq cibəsində bizim sözümüz budur. Niyə əslən bəhsiz eləmirsən zaman? Biz itminan hazır eləmirsən ki, biz də köməklərimizi. Ayı nümayədələrdən biri dedi ki, bizim intiqadımız dövlətə budur ki, dövləti vəzifə milli bilir ki, Azərbaycan'a köməkli eləsin. Köməkli eləyən zaten mümkünlü ailəsidir məndə. Ona görə sizdən xahiş olunur, elə cəlsələrdə özü yaşaparım, bir danış, kim naxarım, nəinki sual verirsiniz, istintaqa çəkisiz, siz istəyirsiniz ki, ərdəli, sual ərdəli, Azərbaycan'da deyil. Elə deyil ki, siz hələ sualınızı qaldırın, nümayədələrdə suallarınızı eşləyirlər və bunlar da sizin suallarınızı Azərbaycan'da yaşayırlar. Bu materialları yığırlar, toplayırlar və məqamlarda böyük məqamların yanında qətiyyət var. Sözümün axirində mən əvvələn bir danışıqlar nümayədəsi kimi istəyirəm danışam, mən öz nümayədəm kimi. Sözümün axirində danışıqların tərəfində sizin gəlmənizi çox gəlməyədən də sizi təbrik edirəm, təşəkkür edirəm sizlərdən, xüsusilə bizim nümayəndələrimizdən ki, çox səbr və hövsələ xərcdadən bölümdə xassınız. Lütf elədilər və təmin elədilər bizi bəzən özümüzü yaxşı apara bilmədik. Ona görə gələnə təşəkkür edirəm, təqdir edirəm. İnşallah gələnki cələsələrimizdə suallar çox konkret, suallar yaxşı, xülasə və özümüz də biraz müəddəbanə, belə bir Azərbaycanlı kimi, biz deyil deyək ki, Azərbaycan yaxşıdır, gələk görsələr baxın, belə kimi yox. Çünki ölkələr bizə biz belə baxsada deyənlər, niyə belədir? Hər halda gələnki iclaslarımızın davamını biz istəyirik. İnşallah, əgər gələnki iclaslarda özümüzü yaxşı apara bilsəm, mən böyük alimlərdən də dərxast edəcəyəm bizim cələsəmizdə iştirak etsinlər. Aycət Bacadə demişdi, İsfahanlılar necə tudeysi, solçisi, sağçı yığışır, bir məsələ haqqında vahid kəlmə ilə qarar gedirlər, bizim həmdülillah solçumuz, sağçımız inşallah ölüb, o qədim solçu sağçımız. İndi bir müsəlman kimi, bir şiə kimi, bir qeyrətli Azərbaycanlı kimi, sizə mən deyim, Azərbaycanın imamlarımız bir tərəfə, Həzrət Əbülfəzli də bir tərəfə. Ona görə ki, Həzrət Əbülfəz qeyrətli idi. Onun qeyrətli kimi, biz də Azərbaycan məsələlərini həll etməkdə, iqtisadi, siyasi və fərəngi məsələlərini həll etməkdə birlik təşkil edəcəyik. Və səlam aleykum. Məclisin axırında dostlarımız zəhmət çəkiblər. Şəhərli çoğalıq, o xüsuslarla müqayisə edir.